Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Keçən söhbətimizdə qeyd eləmişdik ki, Hz. Musa aleyhissalam öz qövmü ilə birgə Misirdən çıxaraq Qırmızı dənizin sahillərinə çatır və səhər günəş çıxdığı zamanda Fironun qoşununun onlara tərəf gəldiyini görürlər. Hz. Musanın qövmündə olan bəzi şəxslər başlayır elə oradaca Hz. Musanı qınamağa ki, biz sənin elədiyin bu işin sayəsində bizim sonumuz gəldi və artıq bizə xilas yolu yoxdur, Firon bizi öldürəcək. Onlar qorxmaqda haqlıydılar. Çünki bu ordu keçmişdə onlara az zülm eləməmişdi. Az qan tökməmişdi və onların uşaqlarını vəhşicəsinə qətlə yetirmişdi. Ona görə də qorxurdular və bilirdilər ki, Firon öz xanımını öldürən bir insandır. Firon öz yaxınını öldürən bir adamdır, özdə vəhşicəsinə. Yəni, onlara da rəhm etməyə bilər və yaxud onlara işgəncə verərək geri qaytara bilər. Ona görə də narahat idilər və hətta bəzilərinin imanında süstlük yarandı. Hz. Musaya da, Allaha qarşı da, Allahın əmrinə qarşı da şübhəyə düşdülər bir qismi. Lakin, hətta bir mən hədis eşitmişdim, yadıma gəlmir o hədis hardan, hansı mənbədəndir. Yenə də deyirəm, eşitdiyimi deyirəm. Düzün, səhvliyin Allah bilir. Mən sadəcə eşitdiyimi deyirəm ki, deyir ki, o cəmaatın içərisində şübhəyə düşməyən 2 nəfər qalmışdı. Musa və qardaşı Harun. Yerdə qalan hamısı müəyyən qədər şübhəyə düşmüşdülər Allahın hökmü barəsində. Hz. Musa aleyhissalam çox sakit idi, çox təmkinli idi. Onları səbrə dəvət edirdi, Allaha təvəkkül eləməyə çağırırdı və onlara anlatmağa çalışırdı ki, mümkün deyil ki, Allah əmr eləsin ki, çıxın, amma özü kömək eləməsin, bizi yarı yolda qoysun. Və Musanın bu aram olması onları biraz da əsəbləşdirirdi. Onlar ən çox da buna əsəbləşirdilər ki, hər şey dəyib bir-birinə, qoşun gəlir, çatır, sən çox səbirlisən, çox aramsan, niyə sən özü bizi kimi aparmırsan, niyə əsəbləşmirsən, niyə Allahuva, belə deyək də, Allahın üstünə qışqırmırsan ki, nə oldu bəs? Bunlar bunu gözləyirdilər ki, bir növ Hz. Musa Allahla sərt danışsın ki, dedin çıxdıq, indi gəlmişik bura, qalmışıq dənizin kənarında, gölün kənarında, haradayıqsa orada. Ona görə də əsəbləşirdilər Hz. Musaya. Şüəra surəsi 62-ci ayədə buyurulur, Musa dedi. Nəhayət Musa bunlara sərt bir şəkildə cavab verir. Musa dedi, xeyr, şübhəsiz ki, Rəbbim mənimlədir, tezliklə mənə doğru yol göstərəcək. Bu ayədən görürük ki, Musa aleyhissalam onlara başa salır ki, Allahı bəziləri kimi, ya özünüz kimi etibarsız bilməyin. Allah yalancı deyil bəziləri kimi. Allah vəd veribsə, mütləq o vədini həyata keçirdəcək. Və Allah kimə kömək eləyirsə, mütləq o şəxs qalib olacaq. Hz. Musanın dediyi bu söz nədən qaynaqlanır? Niyə deyir ki, Allah bizimlədir və yaxud da Allah mənimlədir? Rəbbim mənimlədir. Çünki Taha surəsində yadınıza gəlir, Musa aleyhissalamın həyatının əvvəllərini danışanda Taha surəsi 46-cı ayədə uca Allah özü onlara bəyan eləmişdi ki, mən sizinləyəm, eşidirəm və görürəm. Hz. Musa və qardaşı Haruna demişdi Allah. Ona görə Hz. Musa rahatdır, Allah onunladır, onu görür və eşidir. Lakin yenə də bəziləri Hz. Musanın sözünə inana bilmirdilər və onlara görə artıq bütün çıxış yolları bağlanmışdı. Ya suda boğulmalıydılar, ya da Fironun əli ilə ölməliydilər. Və artıq heç cür xilas ola bilməzdilər. Hz. Musa isə bir tərəfdən yaxınlaşan Fironun ordusuna baxır, bir tərəfdən isə Allahın əmrin gözləyir. Və Firon ordusu da getdikcə bunlara yaxınlaşır. Nəhayət Taha surəsi 77-ci ayədə isə buyurulur, biz Musaya belə vəhiy etdik, nə onların təqibindən qorxacaqsan, nə də dəryada boğulmaqdan. Yəni, heç birindən qorxma. Nə onlardan sənə təhlükə gəlməyəcək, nə də dəryada boğulan deyilsən. Çünki iki tərəf bunu deyir də, dedi, ya batacaq, ya bunlar öldürəcək. Allah da bəyan edir ki, ya Musa,
Qorxma nə təqibdən, nə də dəryada olmaqdan. Və nəhayət Fironun onlara çatmasına az bir zaman qalmış, məsafə qalmış, ilahi əmr gəlir. Şüəra surəsi 63-cü ayədə buyurulur. Biz Musaya vəhy etdik, əsanı dənizə vur. Hz. Musa aleyhissalam bu vəhiy yerinə yetirir, gəlir öz əsasını, hamının gözü qabağında, hamı intizardadır, nigarandır, narahat haldadır, qoyur əsasını dənizin kənarına, ayənin davamında buyurur. Dəniz dərhal yarıldı, hər bir hissəsi nəhəng bir dağ kimi oldu. Deməli, dəniz ortadan ikiyə bölünür və iki tərəfdəki olan su qabarıq bir dağa bənzəyir. Kənardan baxanda vahiməli, əzəmətli bir dağ kimi görsənir. Çünki zarafat eləmirsiniz, söhbət dənizdən gedir, dənizindəki dərinliyi də çox dərindir. Dənizin içindən əgər biz bu cür yol çəkmiş olsaq, onun o divarlar, sular ki, kənarda qalacaq, onlar bizə nəhəng bir dağ kimi görsənər. Çünki dənizin bəzən dərinliyi 100 metrdən 1 kilometrə qədər çatır, bəzən ondan da çox olur. Ona görə də nəhəng bir dağ kimi görsənir suların ayrıldığı hissələr və suyun dibi də görünməyə başlayır və çox keçmir ki, çox güclü bir külək başlayır, günəş bir tərəfdən, külək bir tərəfdən, o dənizin dibindəki palçığı, bataqlığı Allah onlar üçün qurudur ki, keçilməsi rahat olsun. Çünki dənizin dibi lilli olur deyən, oradan adi halda getmək, dəniz tutaq ki, çəkilsə də belə mümkün deyil. Və bu zaman küləkləri Allah əmr eləyir. Küləklər qurudurlar tez bir zamanda həmin ərazini və bəzi mənbələrdə və bəzi təfsirlərdə də qeyd olunub ki, Həzrəti Musa aleyhissalamın qövmünün tayfa sayına uyğun olaraq 12 dənizin arasından 12 hissəyə bölündü dəniz və hər bir tayfa öz keçidindən keçdi. Yəni dəniz bir yerə deyil 12 hissəyə bölündü ki, hər tayfa bir hissədən keçsin. Lakin bu barədə Quran-ı Kərimdə aşkar işarə yoxdur. Quran sadəcə dənizin bölündüyündən danışır. 12 yerə bölündüyündən danışmır. Və Məcməul Bəyan təfsirində 5-ci cilddə qeyd olunur ki, və başqa tarixçilərin də yazdığı bir neçə mənbədə qeyd olunur ki, dənizdə bir keçid yaranmışdı. Əvvəl bir keçid var idi. Həzrət Musa əsasını vurdu, bir keçid açıldı. Gəldilər bunlar, bu kaprizli insanlar, gəldilər Həzrət Musa aleyhissalamın yanına şikayət elədilər ki, biz 12 tayfayıq. Hamımız bir keçiddən keçə bilmərik. Ola bilsin ki, bu sözün deyilməsində iki məqsəd olsun. Niyə bir keçiddən keçə bilmərik? Niyə 12 keçid olmalıdır? Burada iki səbəb ola bilər. Birinci budur. Hərə öz tayfasını üstün bilir, başqa tayfa ilə eyni keçiddən keçmək istəmir. Çox da ki, Bəni İsraildilər, bir-biri ilə də bəzən yola getmirlər. Ona görə də hərə öz tayfası üçün ayrıca keçid istəyir. Bu birinci, tayfabazlıq elədiklərinə görə. İkinci isə bir keçiddən keçmək çox zaman aparacaq. Ona görə 12 keçid istəyirlər ki, hərə bir keçiddən keçsin, daha tez bir zamanda keçsinlər. Bu biraz ağlabatan variantdır ki, məhz buna görə ola bilsin istəyiblər ki, 12 keçid açılsın və 12 keçiddən də keçsinlər. Nəhayət qeyd olunur ki, 12 keçid açıldı və onların hər bir tayfası özünə məxsus olan keçidə daxil oldular. Bu zamanda Hz. Musa ilə bərabər gedən tayfa var idi ya, Lavinin övladları, Musanın öz tayfası, 12 qardaşdan biri. Onlar başladılar narazılıq eləməyə, ikinci narazılıq başladı. Orada da deyirlər ki, ya Musa, düzdür biz keçiddən keçirik, gedirik, amma biz nigaranıq, o birisi tayfalar neyniyir? Onlar keçə bilir, keçə bilmir, o qardaşlarımızdan nigaranıq. Bu zaman Hz. Musa aleyhissalam üzün tutur Allah dərgahına belə dua eləyir. Deyir ki, ilahi, bunların pis əxlaqından mənə kömək ol. Bunlar nə istədin? Bunlar başa düşməyib hələ ki, Allah qoruyur bunları. Bunlar bilirsən, sənə də şübhə ilə yanaşırlar ki, görən o birisilər keçdi. Özləri keçir, öz aləmlərində göyə Allahdan daha çox mərhəmətli çıxıblar, narahatdılar ki, görəsən o birisilər keçə bildi. Ona görə Hz. Musa bunu pis əxlaq adlandırır ki, insanın belə şübhəyə düşməsi Allaha qarşı və Peyğəmbərlə belə rəftar eləməsi, dəqiqə başı gəlir, belə istəyirik, belə istəyirik. Bu bir pis əxlaqdır və nəhayət Allahdan əmr gəlir ki, ya Musa, eybi yox, onların istəklərinə cavab ver, əs ondan toxun dənizə.
Həzrət Musa əleyhissalam əsasını dənizə vuranda o dənizin suyu o qədər şəffaflaşır ki, iki tərəfdə olanlar bir-birlərini görməyə başlayırlar və nəhayət ürəkləri gəlir yerinə ki, yox, keçirlər, onlar da bizimlə bərabər və nəhayət bütün qövmlər özlərinə məxsus keçidlərə daxil olur və digər sahilə tərəf hərəkət etməyə başlayırlar. Elə ki, dənizi keçirlər, dəniz bitdi, keçdilər qarşı sahilə, dərhal böyükləri gəlir Həzrət Musa əleyhissalamın yanına, deyirlər ki, tez ol, dua elə, tez elə, dua elə, dəniz bağlansın, Fironun qoşunu bu tərəfə keçə bilməsin. Firon qoşunu o tərəfdədir, hələ suya daxil olmayıblar, belə deyək, məsələn. Bunlar da deyir ki, birdən Firon qoşunu bizim ardımızda gələr deyə, tez Allah'a dua elə, dəniz bağlansın və Firon qoşunu bu keçidlərdən istifadə eləyə bilməsin. Bunlar elə düşünür ki, Allah açıq qoyacaq dənizi ki, elə Firon qoşunu da bunların dalıcan gəlib keçəcək. Biraz ağıl işlətsələr, başa düşərlər ki, bu keçid bunlara görə açılıb. Ki, bunlar Firondan canlarını qutarsınlar. Allah bu keçidi Firon qoşunu üçün açmayıb. Amma yenə də gəlib Musaya ağıl qoyurlar, deyirlər, birdən yadından çıxar Allah'ın. Açıq qalar bu keçidlər. Bu sözdən bu çıxır da, yəni. Lakin Allah'ın cavabı əksinə olur. Duxan surəsində Allah buna cavab verir. Bu birbaşa Qurandadır. Duxan surəsi 24-cü ayədə buyurulur. Ya Musa, Musa əleyhissalama xitabdır. Dənizi sakit burax. Yəni, dənizdən işin olmasın. Ay bağlansın, açılsın. Həqiqətən onlar suda batacaq bir qoşundur. Onları suda batıracaq. Sən dənizdən işin olmasın. Sən tayfo yığ, dənizdən çıxart. Və bu ayədən görürük ki, Allah bildirir ki, dəniz onların keçdiyi zaman bağlanmayacaq. Çünki Firon qoşunu da son əskərinə qədər lazımdır ki, daxil olsun dənizin içinə. Həmin o keçidlərə. Və burada Həzrət Musaya qarşı bir narazılıq başlayır ki, axı niyə dəniz bağlanmır, niyə Firon qoşununun fürsəti var keçimi? Hətta görürlər ki, bunların axırıncı adamı çıxan kimi Firon qoşunu daxil olur dənizə. Bunlar vay-şüvən salırlar ki, ya Musa, Firon qoşunu artıq gəlir, çatmaq üzrədir, niyə Allah'ın bağlamır bu dənizi və s. və axır görürlər də tökülürlər, girirlər dənizin içinə. Həzrət Musa əleyhissalam onlara başa salmaqda çətinlik çəkirdi ki, bizim üçün nicat yolu olan bu dəniz onların ölümünə səbəb olacaq. Narahat olmayın, səbirli olun. İndi gəlin baxaq, Firon və onun qoşunu dənizin yarılmasını gördükləri zaman nə elədilər? Tarixdə yazılır ki, elə ki, Firon dənizin yarılmasını gördü, bütün qoşununun qabağına çıxdı, təkəbbürlə belə dedi. Söhbətə baxın, bu axmağın dediyi sözə baxın. Gəlir, deyir ki, dəniz mənim əmrimlə yarılıb ki, mən onların dalınca gedə bilim. Elə bir görüntü yaradır ki, fikir verirsiniz, ya doğrudan da öz-özlüyünə inanıb, ya da ki, öz cəmaatın, ona tabi olanları axmaq yerinə qoyur, yəni gic yerinə qoyur. Çünki bilir ki, nə desə inanacaqlar. Orada bir nəfər tapılmadı, buna sual versin ki, dəniz sənin əmrinlə yarılmaqdan elə yarılmasaydı, bunlar keçə bilməyəcəkdilər zaten o tərəfə. Yarılıbsa, bunlar keçiblərsə, bu nə məntiqdir, deyirsən, mənim əmrimlə yarılıb. Sən özünə çətinlik yaradırsan ki. Lakin bunlar Fironun bu sözündən sonra bütün qoşunda hayküy salırlar, alqışlayırlar. Hə, gör bizim Fironumuzun əmri ilə dəniz də yarılır və s. Firon bu dənizin yarılmasını öz xeyrinə çıxartmağa çalışır və öz atın çaparaq daxil olur dənizin içinə. Amma deyirlər, bir tarix yazır, atı dənizə girəndə hürkür. Heyvan o vəhşəti görəndə girə bilmir dənizin içinə. Bu zaman Cənab-ı Cəbrail bir dişi atla gəlir həmin məntəqəyə, hazır olur orada. Dişi bir atla. Erkək atdır, Fironun atı da erkək at olur. Erkək at o dişi atın iyin duyan kimi onun ardınca girir dənizə. Yəni bir Allah özü vasitəni göndərir ki, bunun atı girsin dənizə. Və at Cənab-ı Cəbrailin atının arxasınca dənizə daxil olur. Və bütün qoşun da haray həşirlə daxil olurlar Fironun dalınca dənizə. Və nəhayət Yunus surəsi 90-cı ayədə buyurulur ki, İsrail oğullarını, Bəni İsraili dənizdən keçirdi. Firon və qoşunu isə zalımcasına və təcavüzkarcasına onları təqib elədi.
Elə ki, Firon qoşunu sonuncu əskərinə qədər daxil olur o dənizdə açılan yollara və Allah dənizin birləşməsini əmr eləyir. Şüəra surəsi ayə 65 və 66-da buyurulur ki, Musa və onunla birlikdə olanların hamısını xilas elədik, o birlərini isə suya qərq elədik. Və Firon öz təkəbbüründən o qədər məst olmuşdu ki, ağlına belə gətirmədi, ya da gətirdisə də belə çıxartdı ağlından ki, bu ilahi bir nişanədir dənizin aralanması və dəniz onun əmrində deyil, Allahın əmrindədir. Və bununla da dəniz, Fironu və onun bütün tərəfdarlarını, ya bütün qoşununu son əskərinə qədər elə bir şəkildə qəflətən yaxaladı ki, onlar heç fürsət tapıb geriyə belə qaça bilmədilər və o nəhəng su dalğaları onların üzərinə tökülməyə başladı və 100 minlərlə 1 milyona yaxın olan qoşun saman çöpü kimi dənizin sularının arasında çırpınmağa başladı, yarısı suyun dibinə getdi, yarısı suyun üzündə boğulmağa başladı və artıq Firon indi qəflət yuxusundan oyandı. İndi artıq gördü ki, bu artıq sondur. İndiyə qədər 1000 dənə möcüzə görüb, hələ də qüdrəti var idi deyənə, indi ki artıq öz canına təhlükə yaranır, bu dəfə artıq qəflət yuxusundan ayılır, o görür ki, onun qoşunu dalğaların arasında necə can verirlər və dənizin dibinə necə batırlar, bundan dəhşətə gəlir və onun o təkəbbürü var idi, indiyə qədər Allahla, özünə Allah demir. O təkəbbürü darmadağın olur orada. Görür ki, həmişə çağıranda qaçıb gəlib əlini öpən, ayağını öpən əskərləri indi Firon fəryad eləsə də belə heç ona tərəf baxan hamısı öz canının ayındadır. İndi Fironu heç saya salan yoxdur ki, Fironumuz batır, bunu xilas eləyək, neyniyək. Firon görür ki, bütün əskərləri hərəsi öz canının ayındadır. Bu da qalıb suyun içində birazdan batıb, bu da öləcək. Ona görə də onun bütün təkəbbürü darmadağın olur və acizliyini bütün vücudu ilə hiss eləyir. O başa düşdü ki, artıq Allaha iman gətirməkdən qeyri heç nə onu xilas eləyə bilməz və dadına çata bilməz. Ona görə də Yunus surəsi 90-cı ayədə buyurulur ki, Firon batacağı anda dedi, mən Bəni İsrailin inandığı Allahdan başqa Allahın olmadığına iman gətirdim. Mən müsəlmanlardanam. Mən təslim olmuşam. Müsəlman, yəni təslim olanlardanam. Fikir verirsiniz, açıq-aşkar iman gətirdiyin Allah bizə bəyan eləyir. Sizcə, bu vəziyyətdə onun belə iman gətirməsini, özünü müsəlman bilməsinin ona faydası oldu? Surənin 91-ci ayəsində Allah özü cavab verir ki, Firona belə xitab edildi. İndimi? İndimi başa düşdün? Bu boyda zülümlər eləyəndə, haqsızlıqlar eləyəndə, özünü Allah biləndə, Allah sənə nə qədər möcüzələr göstərdi, başa saldı sənə ki, sən deyilsən Allah, küfrə aparma cəmaatı, azğınlaşdırma, özünü Allah məqamına qoyma, zülm eləmə, cəmaatın balasını qırma, kölə eləmə və s. və axır. Nə qədər sənin başı Allah inşanələr göstərdi, bəlalar gətirdi. Hələ də başa düşmədin. Amma indimi? Quran sual verir ona. İndi davamında buyurur. Halbuki daha əvvəllər sən üsyan eləmiş və fitnə fəsad törədənlərdən olmuşdu. Yəni özü bizə tanıtdırma ki, mən müsəlmanam. Sənin əvvəlindən xəbərimiz var və uca Allah belə iman gətirməyin heç bir dəyəri olmadığını bildirir. İman o zaman gətirilməlidir ki, sənə təsir eləyən xüsusi bir kənar bir müdaxilə olmasın, tam rasional iman gətirə biləsən. Düzdür, kənar müdaxilələr, hissi məsələlər insana təsir eləyə bilər, amma yenə də qərarı özün müstəqil verməlisən. Burada Firon qorxusundan iman gətirdi. Fironun buradakı imanı xilas olmaq bəhanəsi idi. Firon xilas olmaq üçün iman gətirdiyindən Allahı aldatmaq, xilas olan kimdə yenə öz bildiyini eləmək istəyirdi. Ona görə Allah ona sual verdi ki, indi sənin əvvəlindən də bizim xəbərimiz var. Yəni Allah ona başa salır ki, bütün ömrümü üsyanda keçirtmişəm, fitnə fəsadda keçirtmişəm. Ölüm anında çatanda dinən mən bağışla, məni bağışla, mən müsəlmanlardanam. Yəni Allah başa salır ki, mənlə oyun oynamayın. Hoqqa çıxardın, günah eləyin, axırda deyin ki, ölüm vaxtı çatanda tövbə eləyərik, Allah da bağışlayar. Nisa surəsi 18-ci ayədə sözümün qüvvət olaraq
Daha doğrusu bu ayəyə qüvvət olaraq bunu oxuyum sizin üçün ki, Quran buyurur, Nisa surəsi 18, günah işlər görməkdə davam edərək, ölüm anı yetişdikdə, mən indi tövbə etdim deyənlərin tövbəsi qəbul olmaz. Bu Allahın kəskin əmridir. Bir dəfə oldu, hətta ki, bir neçə ilin dindarı mənimlə bu barədə mübahisə elədi ki, mümkün deyil Allah son anda edilən tövbəni qəbul eləməsin. Deyirəm ki, yox, o deyir, rəhmətdir, belə oyam. Yəni, deyirəm, Quran oxumusan, həmən oxumuşam, Quran deyir ki, Allah bağışlayır, belə tövbələr eləyim və s. Deyirəm, yəqin bu ayəni gözdən qaçırmışsan. Uca Allah özü buyurur ki, günah eləməkdə davam eləyim, amma gəlin, ölüm anı çatanda tövbə eləyin, Allah deyir, bağışlamayacaq. Qəbul eləməyəcək. Bu, kəskin Allahın əmridir. Onu deyəndən sonra insan gördüm ki, biraz düşdü belə pis vəziyyətə öz aləmində ki, yəni necə olur bu? Deyirəm, necə olur? Məntiqləndir də burada hər şey. Yəni sən Allahı dolamağa çalışma, oyun oynama. Mən bir ömür hoqqa çıxardım, sonra axıra yaxın tövbə eləyim. Nə keyfdir ki onda üzr istəyirəm. Elə fikrimiz har ki görsək artıq qocalırıq, artıq günah eləməyə taqətimiz çatmır, onda başlayaq tövbə eləməyə. Amma əvvəlki ömrümüzdə bilə-bilə üsyanla keçsin, Allah başa salır ki, nə belə zamanda edilən tövbəni qəbul eləməyəcəyəm, nə də bəzən heç tövbə qismət olmayacaq. Çünki Uca Allah yaxşı bilir ki, sənin bugün qüdrətin olsaydı tövbə eləməyəcəkdin. Yəni Firon, sən bugün batmasaydın tövbə eləmək fikrinə düşməyəcəkdin. Tutaq ki, kənarda dayanmısan, baxırsan, qoşunun batır. Sən tövbə eləməyəcəkdin. Çünki özün sağsan axı. Sən özün təhlükəyə düşmüsən deyə indi tövbə eləmək fikrinə düşmüsən. Ona görə də Allah onun tövbəsini qəbul eləmir və yaxşı bilir ki, Firon geri qayıtsa, onu dənizdən xilas eləsə, tövbəsini unudacaq və günahlarına davam eləyəcək. Firon batandan sonra Uca Allah onun barəsində bir söz işlədir və Musanın qövmünün də bu hadisədən sonra başına nələr gələcək, Allahın dediyi o söz nədir, hansı məqsədlə deyilir, bu barədə Allah nəsib eləsə, gələn söhbətimizdə inşallah danışacağıq. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.